Salam, bugün birlikdə universitetə və ofisə hazırlaşırıq. Ekonometrika müəllimim dərs başı salmaq üçün çağırıb. Sağ saat ekonometrika ilə başıma bəldə olsa hamı bilir. Yumurta neçə dəqiqə qaynamalıdır, şəxsən bilmirəm. Ona görə qaynayır da, yəni orada. Deyirəm, yeyiləcək bir şey olacaq sonda. Saçımın axırlarına bu şirin tokaları taxacağam. Gözdə və sual cavabda. Birinci məsələ, harda işləyirəm? Uşaqlar, mən bir marketinq şirkətində adını vermək istəmirəm, təcrübəçi olaraq işləyirəm. Və ikinci ən önəmli sual, maaş almıram uşaqlar. Yəni təcrübəçilikdir. Nəysə, işimi sevirəm. Çünki aslında zaten ixtisasım budur. Mən marketinq üzrə mütəxəssisəm, kiçik mütəxəssisəm. O yüzden yəni ixtisasım yönlü bir işdə işlədiyim üçün şu an mutluyam. Yayım da boş keçmir. Yəni indi gəlməsin orada. Pulsuz fəhlə kimi işlədirlər falan fistan. Yəni uşaqlar, o elə bir şey deyil də, cidden elə bir şey deyil. Universiteti bitirdikdən sonra iş tapa bilməyəndə, belə daydayvız yoxdursa sözün açığı, iş tapa bilməyəndə və sizdən təcrübə işlərində belə başlayacaqsınız deyinməyə ki, mən universitetdən təzə məzun olmuşam, necə təcrübəm olsun falan fistan. Amma belə bir şeydə təcrübə qazanmaq. Yəni yoxsa neynəmisən? 4 il boyunca getmişəm universitetdə kitab oxumuşam. Nə yaxşı bunu eləyən orada neçə min tələbə var idi deyə qəşəng bir dənə sual verilir. Bir padokda 70 neçə adam olur, Allah bilir. Bizim padokda 50 nəfər adam var məsələn. İndi bu 50'si də menecmentdilərdə, menecment oxuyublar, menecerlər. İndi 50'mizə də iş versinlər onda. Niyə? Ben düşünün də, üniversiteti sən də bitirmirsən, o da bitirib, eyni diploma sahibsiniz və eyni işi görəcəksiniz. Tabii ki də yox. Onun üçün belə şeylərdən fərqlənməz. Çünki eyni işin materialı sənə də keçiblər, ona da keçiblər. Yəni səni niyə götürsünlər, onu niyə götürməsinlər də, niyə tərsinəsə olsun da. Bizim müəllim, rəhbər şəxs maşın saxlayıbdı. Getmişdi bir dənə şirkətlə görüşməyə. Bilirəm maşını saxlayıbdı da. Qapını açıb düşəcəkdim. Adam maşını geri hərəkət elətdirdi. Əsas tema bu deyil, amma düşmədim maşından, rahat olmayın. Adama dönüb dedim ki, ay müəllim, uşaq vaxtda mən belə maşından yıxılmışdım, dedim. Dönüb belə yəni dünəndə, ki, hər uşaqsın. Sən uşaqlıq illərin çox da keçmiş deyil, bala, dedi. Sənin baxışların danışırdı başqa dildə. Çərçəvəliyək. Və mən hazır. Uşaqlar, bu arada YouTube'a vlog çəkirəm. Yenə bu həftəni vloglayıram. Artıq öyrəşdiyiniz kimi. Bu həftənin vlogunda oradan izləməyi unutmayın. Sağ olun, əzinizə yaxşı baxın.